Salam, sizi yeni bir videomdan salamlayıram. Bu günləri puding qabında yox, keks qabında hazırlayacağım. Dedim fərqli olsun. Bunu da bir YouTube'dan götürmüşdüm. Bir YouTuberimizden götürmüşdüm. Gördüm, xoşuma gəldi. Dedim bu dəfə pudingi bir başqa fərqlidir. Bu dəfə elə edəcəm. Sizlər də xoşunuza gəlsə edə bilərsiniz qızlar. Qabaqcadan hər birinizə əgər hər hansınız etsəniz nuş olsun deyirəm. Ağız şirinliyi ilə yeyəsiz. Mən edirəm. İndi baxarsınız. Əgər istəsəniz reseptini götürərsiniz. 4 qaşıq un götürdüm. 6-8 qaşıq dəyərində mən belə götürdüm ki, mən şirin xoşladığım üçün 8 qaşıq şəkər tozu götürdüm. 2 stəkan yarım da süd götürmüşəm. İstəsəniz artırıb 3 stəkan da edə bilərsiniz. Mən gördüm əvvəlcə reseptdə burada eləmişdim. Gördüm 2 stəkan yarım azlıq eləyir. Yarım stəkan da artıq süd qatdım qızlar. Yəni zövqə görədir. Şəkər tozu da istəsəniz 6 qaşıq tökə bilərsiniz. İstəsəniz 8 qaşıq. Mən 8 qaşıq etdim. Kakao da yenə dediyim kimi zövqə görə, yəni tünd istəsəniz artıq edə bilərsiniz. Biraz açıq istəsəniz az edə bilərsiniz. Mən 3 qaşıq götürdüm. Nə elə dolu olmadı, nə elə silə olmadı. Üzərinə də damla şokolatı atdım. Çünki dad olmaq üçün onda dadlı olur, belə deyim. Mən şokoladlı sevdiyim üçün ona görə də atdım. Kakosu üstünə bəzəyəcəm. Belə göstərdim. Kakosu üstünə bəzəyəndə üzərinə tökəcəm. Ona görə yəni içərisinə tökmürəm, üzərinə tökürəm. Vanil də yenə dediyim kimi zövqə görədir. Mən şokolad tökdüm. Həm kakao iyisi, həm şokolad. Əlimin altında da olmadığı üçün, yəni onlardan istifadə etdim. Vanil tökmədim. Belə qızlar, sadə bir reseptlə bəzən elə olur ki, bəzi qızlarımız, yəni belə deyim, pudingə yumurta da vururlar. Ev şəraitində hazırlanan pudingə mən vurmuram, sevmirəm. Ona görə də belə etdim. Bu qayda ilə etdim. İndi sizlər də istəsəniz vura da bilərsiniz, istəsəniz vurmaya da bilərsiniz. Sadə bir puding reseptidir. Mən yenə deyirəm, onun yerinə istəsəniz kraxmal da yəni vura bilərsiniz. Mən kraxmal vurmadım, un vurdum. Kraxmal vurduğum hallarda olur, amma bu dəfə unla etdim qızlar. Sizlər necə? Sizlər də puding edirsinizmi? Bizim evdə yenə dediyim kimi, o birisi videolarımda dediyim kimi, bizim evdə pudingi çox sevirlər uşaqlar. Ona görə də tez-tez hazırlayıram. Dedim bu dəfə isə puding fərqli olsun. Üstünü bu qayda ilə bəzəyim, bu formada edim. Həmişə qablarda yedirdim. İndi bu dəfə qabda etmədim, keks qabında etdim. Çox da gözəl alındı. Yəni formaca gözəl alındı. İstəsəniz o qaydada da edə bilərsiniz, istəsəniz bu qaydada da. Qatılana qədər bişirirəm qazın üzərində, amma bu yerdə əlimi, yəni içərisində olan potları atıram ki, bişəndə yaxşı bişsin. İçərisində pot qalmasın. Undan istər-istəməz tam açılmayanda pot qalır qızlar. Ona görə də yaxşı çalsanız, yaxşı atlasanız, yaxşı da bişəcək. Tam qatılaşana qədər ocaqda, yəni nə elə gür, əvvəlcə gür eləyirəm ocağına, məsələn, alt hissəsini, sonra isə yəni azaldıram ki, dibi yapışmasın. İndi siz də qazınızın yəni yanmasını özünüz yəni ayarlaya bilərsiniz. Qatılana kimi yəni qarışdırıram. Yağ vurmuram. Bəzən vurduğum hallarda olur, bəzən vurmadığım da qızlar. İndi buna yağ vurmamışam. Reseptində yağ yox idi çünki. Amma o birisi pudinglərimdə hər zaman yağ vururam. İndi qabın içərisini yağlayacağam, amma belə buna yağ vurmayacağam. Gördüyünüz kimi qatılana kimi qarışdırıram ki, dibi yapışmasın. Nə qədər
əlimi buraxmasam da belə hiss olunur ki, bir damcı yəni yanmır, amma istər-istəməz görürsüz ki, yapışır. Ona görə mən həmişə yəni qabın altına dəmir qoyurdum. Bu dəfə qoymadım, amma dəmir olanda daha yaxşı olur, sərin-sərin bişir. Siz də istəsəniz, yəni dəmkeşinizin altına qoya bilərsiniz, qazın üstünə rahat-rahat bişirə bilərsiniz. Qatılsın, qatılandan sonra qaba töküb soyuducuya qoyacam qızlar. Çox gözəl olur. Belə qızlar, mən şirniyyatı yəni sevirəm, yəni çayla içməyə, belə adi məsələn yeməkdən sonra yəni sevirəm şirniyyatı. Yəqin ki, şirniyyatı sevməyən insan olmaz. Hər zaman yəni biz eləyik ki, ya çayla hər yeməkdən sonra arada bir atışmalıq çayla içirik. İndi də istədim ki, bunu da bu qayda ilə edim. Yəni pudinq. Mən bəzən elə olur ki, pudinqi çayla içməyi sevirəm, yəni şirinliyinə görə. Ona görə yəni hazırladım. Düzdür, uşaqlar çayla içməyi sevmir, amma mən nəsə pudinqi çayla içməyi sevirəm. Bilirəm pudinq soyuq halda yeyilməlidir. Pudinq mən onu elə yenə deyirəm, elə bir şokolad kimi çayla içməyi, bir desert kimi çayla içməyi daha çox sevirəm. Hə qızlar, mən belə yenə dediyim kimi hərənin ağız dadına görə yəni zövqlər müxtəlifdir. Kim necə istəsə, yəni hazırlayıb nuş edə bilər. Mən soyuq halda da sevirəm, çayla içməyi də sevirəm. Yenə dediyim kimi zövqlər müxtəlifdir. Siz də necə istəsəniz o qaydada edə bilərsiniz. Gördüyünüz kimi tam qatılana kimi əlimi buraxmıram. Qatılsın. Ondan sonra keks qabına tökəcəm, yağlayıb tökəcəm ki, rahat çıxsın. Yəni soyuducuya qoyacam, bir yarım saat, 40 dəqiqə soyuducuda qalsın. Sonra götürüb servis edəcəm. Siz də yəni edə bilərsiniz. İşte qonaqlarınıza, belə adi halda özünüz üçün, yəni tez bazar hazır olan çayın yanında və yaxud da soyuq bir şirniyyat kimi istifadə edə bilərsiniz. Yenə dediyim kimi hasant bir reseptdir. Elə bir çətinlik olan bir resept deyil. Yəni yüngül, tez hazırlanan bir şirniyyat deyərdim. Belə qatılsın, əlimi biraz buraxıram, qatılsın, yenə yəni götürəcəm. Qazın altını söndürürəm. Qabı yağlayım. Gördüyünüz kimi keks qabını yağlayacam. Biraz yağ, duru yağ vurub ki, yəni rahat düşsün. Onsuz da soyuducuda qoyanda yəni rahat düşəcək qabı çevirəndə, amma yenə hər ehtimala qarşı yəni mən yağladım. Sizlər də yəni istəsəniz yağlaya da bilərsiniz, istəsəniz yağlamaya da bilərsiniz. Mən biraz yəni qorxdum ki, birdən yaxşı düşməz. Ona görə ehtiyatımı qabaqdan hazır etdim ki, qoy rahat, yəni qabdan düşsün. Qaba tökəcəm, biraz soyusun. Ondan sonra soyuducuya qoyacam ki, soyuducuya isti-isti qoyanda həm soyuducunuza ziyandır, birinci növbədə soyuducunuza ziyandır, həm də isti-isti, yəni qoyanda yaxşı olmaz hər halda. Biraz soyusun. Öz havasını çıxandan sonra otaq temperaturuna gələndə qoyuram soyuducuya, tam soyuyur. Mən az etdim, birinci dəfə idi etdim. Dedim görüm necə alınır. Dediyim kimi bir YouTuberdən götürmüşdüm, amma gələn dəfə
hardasa 4 stakanınkini edəcəm ki, qab ağzına kimi dolsun. Çox gözəl oldu. Uşaqlar da sevdilər. Dadı da çox gözəl oldu. Dadı da mənə xoş gəldi. Amma gələn dəfə fikrim var, qabı ağzına kimi doldurmaq. Bir də fərqli qablarda da etmək istəyirəm. Çox gözəl görsənir. Uzunsov baton keks qablarında da gözəl görsənər. Növbəti dəfə edəndə elə edərəm inşallah. Sağlıq olsun. Belə gördüyünüz kimi yəni tökdüm. Hələ havası çıxsın. Yəni otaq temperaturunda dursun. Sonra qoyacam soyuducuya. İsti-isti istəmirəm soyuducuya qoymaq. Belə qızlar, mən hazırladım. Sizlər də hazırlaya bilərsiniz. Hər birinizə nuş olsun. Sağ olun. Allah amanında qalın.